Hər kəs salam, mən Dəniz. Hong Kong Universitetinin birinci kurs tələbəsiyəm və bu gün sizinlə buraxılış imtahanları haqqında danışmaq istəyirəm. İlk öncə sizinlə öz buraxılış imtahanı ballarımı bölüşmək istəyərdim. 9-cu sinif buraxılış imtahanı nəticəm 291 bal, 11-ci sinif buraxılış imtahanı nəticəm isə 294 baldır. Və bu videoda həm Instagramdan gələn bəzi suallarınızı, həm də özümün əlavə elədiyi bir neçə sualı cavablayacağam. Gəlin başlayaq. Düşünürəm ki, bu bir çox şagirdi narahat edən məqamlardan biridir. Soruşublar ki, əgər 9-cu sinifdə buraxılış balım zəif olsa, bu 11-ci sinifdəki qəbul imtahanına və ya ümumiyyətlə gələcəkdə hər hansı bir problem yarada bilərmi? Bu sizin əslində planlarınızdan asılı olan bir şeydir. Əgər siz Azərbaycanda bakalavr təhsil almaq istəyirsinizsə, yəni normal dil imtahanına hazırlaşırsınızsa, bu zaman heç bir təsiri yoxdur. Sizin universitetə qəbul olacağınızı təyin edən imtahan 11-ci sinifdəki buraxılış imtahanı və 11-ci sinifdəki qəbul imtahanıdır. 9-cu sinifin bura heç bir aidiyyəti yoxdur. Amma əgər siz xaricdə təhsilə hazırlaşırsınızsa, bu zaman diqqət etməlisiniz ki, sizin müraciət edəcəyiniz universitetin sizdən tələbləri nələrdir? Ola bilsin ki, sizdən 9, 10, 11-ci sinifin attestatları tələb olunsun. Çox vaxt bu 10, 11-ci sinifin attestatı olsa da və yaxud da bəlkə də sadəcə 11-ci sinifin attestatını istəyirlər. Amma elə universitetlər var ki, son 3 ilin attestatını tələb eləyir. Əgər sizdən 9-cu sinifin attestatını istəyəcəklərsə, yaxşı olar ki, əlbəttə ki, sizin attestat qiymətləriniz yaxşı olsun. Attestat qiymətlərinin yaxşı olması üçün də əlbəttə ki, 9-cu sinif buraxılış imtahanı nəticəsi önəmlidir. Çünki sizin Azərbaycan dili, riyaziyyat və ingilis dilindən yığdığınız ballar və qiymətlər sizin 9-cu sinif attestatınızda qeyd olunur. Yəni əgər xarici təhsilə hazırlaşırsınızsa, yaxşı olar ki, 9-cu sinif buraxılış imtahanı balınız yaxşı olsun. Amma yenə də çox da bir önəmi və təsiri yoxdur. Bundan əlavə qeyd eləmək istəyirəm ki, bəzi məktəblərdə təmayüz siniflər olur, lisey siniflər olur və yaxud da bəziləri pilot siniflər deyir və həmin bu siniflərdə artıq 10-cu, 11-ci sinifdə şagirdlər ixtisas yönümlü siniflərə bölünürlər. Və bu zaman ola bilsin ki, siz 9-cu sinifə qədər məsələn biologiya dərsi keçmisiniz, amma birinci qrupa hazırlaşırsınız və 10-cu sinifdə artıq sizdə biologiya dərsi yoxdur. Bu zaman sizin 9-cu sinifdə biologiya qiymətiniz həm 10-cu, həm də 11-ci sinifdə belə deyək, transkriptinizdə qeyd oluna bilər. Deyək ki, 9-da əgər 4 almışsınızsa biologiyadan, artıq 11-ci sinifdə sizdə axırda attestatda həmin 9-da aldığınız qiymət yazılacaq. Yəni bunu da əvvəldən nəzərə almaq yaxşı olar ki, sonradan məsələn mənim də tanıdığım bəzi uşaqlar var idi. Deyək ki, musiqidən 4 almışdılar neçənci sinifdəsə və axırda onlarda attestatda musiqi gəldi 4 çıxdı. Halbuki son 1-2 ildə heç musiqi dərsi keçməmişdilər. Və beləliklə, məsələn, qırmızı attestat almaq istəyənlər ala bilmədilər və yaxud da ümumiyyətlə, yəni gözlədikləri kimi olmadı bir növ. Bunu da əvvəldən nəzərə almaq faydalı olar. İndi isə gəlin keçək növbəti sualımıza. 9-cu sinif, 11-ci sinif attestat qiymətləri önəmlidirmi? Və 11-ci sinifdə dil imtahanından eyni balı yığdıqda, deyək ki, 2 tələbə eyni balı yığıb, ixtisas seçimində hansı tələbəyə üstünlük verilir? Artıq 9-cu sinifin attestatı haqqında bayaqki sualda ətraflı cavab verdim. Gəlin 11-ci sinifin attestatından danışaq və orta attestat balının önəmindən danışaq. Əgər siz yenə də Azərbaycanda bakalavr təhsili almaq istəyirsinizsə, bu zaman 11-ci sinif attestat balının önəmi ola bilər və düşünürəm ki, var. Deyək ki, 4-cü qrupsunuz və 2 nəfər eyni bal yığıb və 2 nəfər də 1-ci sırada tibb universiteti yazıb. Bu zaman 2 nəfər eyni bal yığıbsa və hər ikisinin belə deyək sıralaması eynidirsə, bu zaman sizin orta attestat balınıza baxılır. Kimin orta attestat balı daha yüksəkdirsə, həmin tələbəyə üstünlük verilir və həmin tələbə belə deyək qəbul olur, yuxarı sırada yerləşir. Bu baxımdan orta attestat qiymətinin önəmi var. Ümumiyyətlə, orta attestat balı nədir deyə soruşsanız, sizin 11-ci sinifdə aldığınız, bütün fənlərdən aldığınız qiymətlərin, belə deyək, ələdə ortası sizin orta attestat qiymətiniz hesab olunur. İxtisas seçimi zamanı da orada qeyd olunur. Xaricdə təhsil almaq istəyənlərdə isə 11-ci sinif attestatının bəli önəmi var. Çünki demək olar ki, bütün universitetlər sizdən transkript tələb eləyir və mütləq şəkildə siz onlara sonda öz attestatınızı atmalısınız. Hətta early application eləyənlər, yəni tez universitetlərə tez müraciət eləyənlər belə
Bəzən onlara şərti qəbul məktubu gəlir, conditional offer gəlir və həmin məktubda qeyd olunur ki, bizə sizin final rezultatlarınız, yəni transkriptiniz, imtahan nəticələriniz, buraxılış imtahanı və s. onların nəticələrini tələb edirlər. Yəni ki, hər iki halda həm Azərbaycanda oxumaq istəyirsinizsə, həm də xaricdə təhsil almaq istəyirsinizsə, hər iki halda 11-ci sinif attestat qiymətləri önəmlidir. Keçən növbəti suallar əslində çox sadə bir sualdır. Sadəcə olaraq bəzi şagirdlər soruşmuşdular. Dedim bu videoda cavablayım. 11-ci sinifdə imtahana buraxılış vərəqələrini necə və hardan əldə etmək lazımdır? Ümumiyyətlə həm 9-cu sinifdə, həm də 11-ci sinifdə buraxılış imtahanı vərəqələrini çox vaxt məktəb verir. Çünki bildiyim qədərilə bir çoxumuzun belə deyək, portalları, şifrə və s. məktəbdə olur və məktəb buraxılış vərəqəsi ilə bütün şagirdləri təmin edir. Lakin blok imtahanında bəziləri məktəbdən gözləyir buraxılış vərəqəsini, amma məktəb vermir vərəqələri. Gərək siz özünüz portalınıza daxil olaraq buraxılış vərəqələrini çap edəsiniz qəbul imtahanı üçün. Növbəti sualımız eyni ildə həm buraxılış, həm qəbul, həm SAT, həm də IELTS imtahanlarına hazırlaşmaq mümkündürmü? Hansı strategiya daha məntiqlidir? Səhv eləmirəmsə mən ilk videomda da bunu qeyd eləmişdim. Mən özüm xaricdə təhsilə, yəni belə deyək, IELTS, SAT və s. bunların hamısına 10-cu sinifdən etibarən başlamışdım və mən bütün bu imtahanların hamısına birdən hazırlaşmağı qətiyyən məsləhət görmürəm. Ümumiyyətlə məncə bu çox çətin bir prosesdir. Xüsusilə də əgər sizin qəbul imtahanına girmək fikriniz varsa, yəni təsəvvür eləyin ki, 3 dənə buraxılış fənni, 5 dənə blok fənni və əlavə olaraq da IELTS, SAT Maths, SAT Verbal, yəni bu həddindən artıq çoxdur və məncə hər birini birdən-birə sığışdırılmaq mümkün deyil bir ilə və yaxşı olar ki, siz əvvəldən başlayasınız. Mən özüm 10-cu sinifdə artıq IELTS və SAT-ni tam həll eləyib bitirmişdim belə deyək və 11-ci sinifdə də sırf buraxılışa fokuslanmışdım. Buraxılışdan sonra da daha çox qəbula fokuslanmışdım. Mən hər bir imtahanı vermişəm. Bu barədə ilk videomda daha çox danışmışam, onu izləyə bilərsiniz. Amma ümumiyyətlə məsləhət görmürəm. Əgər xaricə xüsusilə hazırlaşmaq istəyirsinizsə və əminsinizsə, bu zaman heç çox şagird qəbul imtahanında iştirak etmir. Qəbul imtahanında iştirak etmək məcburi deyil və yaxşı olar ki, bütün imtahan nəticələriniz, yəni SAT və IELTS nəticələriniz artıq 10-cu sinifin sonuna tam hazır olsun. Yəni 11-ə başlayanda sizin artıq heç bir imtahanınız qalmasın və tamamilə yekunlaşdırasınız və artıq universitetlərə müraciət prosesinə başlayasınız. Çünki elə universitetlər var ki, artıq dekabrda və s. deadline-lar bitir. Bu sizin düzdür, artıq prioritetlərinizdən və s. asılıdır. Baxır, hansı universitetlərə müraciət etmək istəyirsiniz, hansı ölkə, ümumiyyətlə nə vaxt müraciət etmək istəyirsiniz və s. Amma yenə də ümumiyyətlə yaxşı olar ki, artıq 11-ci sinifin əvvəli bütün imtahan nəticələriniz əlinizdə olsun və artıq istəyirsinizsə buraxılış imtahanına, blok imtahanına rahat hazırlaşa biləsiniz. Növbəti sual budur ki, riyaziyyatım zəifdir, topuldakı sualları işləyə bilsəm kifayət eləyərmi və ümumiyyətlə hansı vəsaitləri işləmək lazımdır? Şəxsən məncə topuldakı sualları işləmək kifayət edir, çünki onsuz da oradan kənara çox vaxt çıxılmır. Maksimum imtahandakı sualın çətinlik səviyyəsi model testdə verilən suallar qədər ola bilər. Yəni çox vaxt model testlər, hansı ki jurnalda və s. çıxır, ən çətin düşə biləcəyi hesab olunur və məncə topuldakı sualları işləmək kifayət eləyir. Bir də əlavə olaraq DİM-in çıxartdığı həmin o 20 sınaq kitabları ki var, burada şəkillərini yerləşdirərəm. Onları işləmək məncə çox faydalıdır. Hal-hazırda əmin deyiləm necədir, lakin mən bir il bundan öncə hazırlaşanda həmin 11-ci sinif üçün olan buraxılış və qəbul 20 sınaq kitabı məncə normal imtahanından biraz daha çətin idi. Yəni ondan daha çətin düşməz deyə düşünürəm və topuldakı sualları və mövzuları tam başa düşsəniz, sizə kifayət eləyəcək. Yəni bütün test kitablarını və s. işləməyə qətiyyən ehtiyac yoxdur. Əsas DİM-in özünün sizə təqdim elədiyi resurslardan istifadə etsəniz məncə yetərli olacaq. Bundan əlavə tövsiyə eləyərdim ki, toplunu minimum 2 dəfə işləyəsiniz hər mövzunu və artıq əmin olasınız ki, bütün sualları işləyə bilirsiniz. Bir növ sual tiplərini əzbərləsəniz yaxşı olar, xüsusilə əgər riyaziyyatınız zəifdirsə. Çünki çox vaxt imtahana elə topludan birə-bir
sadəcə rəqəmləri dəyişilmiş forması və yaxud da bəzi sözlər dəyişilmiş forması düşür. Yəni artıq toplunu tam sərbəst şəkildə bütün sualları özünüzdən əmin bir şəkildə işləyə bilirsinizsə, böyük ehtimal imtahandakı ən azından sualların yarısından çoxunu rahat bir şəkildə yaza biləcəksiniz. Yəni çalışın ki, toplunu minimum 2 dəfə üzərindən keçin. Videonun çox uzun olmasını istəmirəm. Əgər sizin hər hansısa bir əlavə suallarınız varsa və yaxud da sizə maraqlı olan hər hansısa bir başqa mövzuda suallarınız varsa, videonun şərhlərində qeyd edə bilərsiniz. Ola bilsin ki, bu videonun ikinci hissəsini çəkdik. Bu günlük bu qədər. Görüşərik. Sağ olun.